Allahdan həya eləmək üçün 3 şərt var. 3 şərt olarsa insan Allahdan həya eləyər. O 3 şərtdən birincisi insanın öz qədir qiymətini bilməsidir. İkincisi insanın Allahın qiymətini bilməsidir, Allaha dəyər verməsidir. Üçüncüsü insanın məzəmmətdən utanması, qorxmasıdır ki, Allah məni məzəmmət eləyər, bundan çəkinməsidir. Bu 3 şey olarsa insan Allahdan həya eləyər. Birinci budur ki, adam gərək öz qiymətini bilsin. Mən kiməm sualının cavabını tapsın. Dinimizin, İslamın ən çox təkid elədiyi məsələlərdən biri insan şəxsiyyətidir. İnsan özünə sual versin, mən kiməm? Cavabı budur ki, bu yaradılış aləminin ən şərəfli varlığı insandır. Allah insandan şərafətli heç nə yaratmayıb. Allah nə qədər varlıqlar yaradıb, vücuda gətirib, onların içində ən dəyərlisi, ən şərəflisi insandır. İnsan öz qiymətini bilməlidir. Allah Quranda sual verir, ərazitum bil həyatid dünya, məgər siz dünya həyatına razılaşdınız? Bu ayənin mənası nədir? Mənası budur ki, yəni dünyanın hamısından siz üstünsüz. Əgər dünyaya razısınızsa, deməli özünüzü ucuz satmısınız. Öz qiymətinizi bilməmişsiniz. İnsan hər şeydən üstündür. Yaradılışda hamıdan üstünü insandır. Və insan gərək özü əvvəl öz qiymətini versin. Öz zatı üstünlüyünü insan dərk eləsin. Çünki insan bir şeyə qiymət verəndə onu qoruyur. Biri görürsən təzə maşın alır, qiymətli maşın. Onu hər yerə sürmür ki, xarab olar. Çünki qiymətli hesab eləyir. Amma Allah buyurur ki, təəccüblüdür, insan özü öz ruhuna bu qiyməti vermir. Malına verdiyi qiymət qədər bəzən ruhuna qiymət vermir. Bu gözəllikdə ruhu rəva deyil ki, insan günah çirkabında xarab eləyə. Ona görə Quran buyurur, aleykum ənfusekum, sizə öz nəfsünüzü tapşırıram, öz ruhunuzu tapşırıram, ehtiyatlı olun, öz ruhunuzu təmiz saxlayın, çox qiymətli bir şeydir. Onu xarab eləsəz, çox ziyan eləyəcəksiniz. O çox qiymətli bir sərmayədir sizə vermişəm. Heç bir şey haqda bu söz buyurulmayıb. Görün nə deyir Allah? Buyurur, əl-qəlbu haramullah. İnsan qəlbi, insan ruhu Allahın hərəmidir. Allah insanın qəlbini özünə məxsus bilir. Odur ki, insan gərək bu şeylər üzərində düşünə. Özünün qədrini bilə, öz şəxsiyyətini düzgün qiymətləndirə. İslam bizə tövsiyə edir ki, uşaq tərbiyə eləyəndə, uşaq böyüdəndə heç zaman onun şəxsiyyətini təhqir eləməyin. Uşağın şəxsiyyətini nə badə təhqir eləyəsiniz? Peyğəmbər buyurur, əkrimu əvladakum, övladlarınıza hörmət eləyin. Onlara nalayiq sözlər deməyin. Bir balaca bir səhvə görə uşağa nalayiq söyüşlər söyməyin. Çünki onun şəxsiyyətini zədələsəz, şəxsiyyətsiz adam Allaha günahı rahat eləyər. İnsan ki, şəxsiyyətini əldən verdi, o günahdan qorunmaz. Ona görə övlad tərbiyəsində bizə deyirlər ki, övladlarınıza dəyər verin. Onları hər şeyə görə tənbih eləməyin və tənbih eləyəndə də bəzi sözlər ki, mən heç rəva bilmirəm buradan işlədən, bəzən biz övladlarımızı bu söyüşlərlə təhqir eləyirik, müxtəlif üzr istəyirəm, heyvan adı ilə təhqir eləyirik, bu çox yol verilməz bir şeydir. Peyğəmbər buyurur ki, övladı cəzalandıranda da onun şəxsiyyətini təhqir eləməyin. Çünki şəxsiyyət çox müqəddəsdir. Uşaq gərək kiçik yaşlarından ata-anadan, hamıdan ehtiram görsün, hörmət görsün. Çox mühüm məsələdir bu. Bu birinci şərt. İkincisi budur ki, insan Allahın qiymətini bilsin. Bilsin ki, Allah ona baxır. Bunu dərk eləsin. İmam Səccad əleyhissalam buyurur ki, günah eləyirsən, bilirsənsə Allah sənə baxır, yenə də günah eləyirsənsə, onda Allahı sənə baxan ən yüngül şey hesab edirsən. Onda Allaha hörmət eləmirsən. Allaha dəyər vermirsən. Əfzəlül həya istihya'ukə minəllah. Həyaların ən gözəli Allahdan həya eləmək. İnsanlardan utanmaq biraz asandır. Nəyə görə? Çünki göz gördüyündən utanır. Biz insanları görürük deyə onlardan utanmaq asandır. Amma Allahı zahiri gözlə görmürük deyə buyurur ki, üstün həya budur ki, görməyə utanasan. Həyanın işinin bir hissəsini göz görür. Gözdə də həya. Görürsən ki, biri-birinə söz demək istəyir, deyə bilmir, məktub yazır. Ona görə ki, üz-üzə gələndə üz-üzdən utanır.
gördüyündən insan utanır. Ona görə də bizim bir-birimizdən utanmağımız çox da böyük hünərdir. Çünki təbiidir ki, insan gördüyündən utanır. Amma Allahdan utanmaq ona görə buyurur, ən üstün həyadır. Çünki Allahı biz gözlə görmürük. Əli əleyhissalam buyurur ki, qonşunuzdan utandığınız kimi Allahdan utanın. Niyə qonşu ilə müqayisə edir? Çünki görürsən onu, gördüyündən daha rahatdır. Çalışın elə bir dərəcəyə çatın ki, Allahı görməyə qəlb gözü ilə görəsiniz, ondan xəcalət çəkəsiniz. Bir adam cəmaatdan utanmazsa, ondan heç nə çıxmaz. Bir adam insanlardan utanmazsa, Allahdan utanmaz heç vaxt. Çünki gözlə gördüyündən utanmırsa, görmədiyindən heç vaxt utanmaz. Ona görə deyiblər ki, kim cəmaatdan abır həya eləmirsə, abrını, həyasını itiribsə, insanlardan utanmırsa, Allahdan da utanmaz. Birini Allaha çağırmaq istəyirsənsə, bax gör, həyası varsa gələcək, yoxdursa, nə qədər danış, xeyri yoxdur onun. Həyası olmayanın, keçən dəfə dediyi Peyğəmbər buyurur, imanı da olmaz. Bir adam gördün, həyasız adamdır, onunla danışmağın mənası yoxdur. Gərək getsin, həya hissini yaratsın özündə, yoxsa xeyri yoxdur onun. Ona görə Allah təkcə özünü yox, məsumları da bizim əməlimizə şahid qərar verir. فَسَيَرَ əmələkum və rəsuluhu vəl-mu'minun. Buyurur ki, neynirsiz eləyin, amma bilin ki, Allah sizə baxır, Peyğəmbər sizə baxır və möminlər. Möminlər deyirlər kimdir? İmamlar. Hədislərdə var, hər gün əməllər Peyğəmbərə təqdim olunur, bizim əməllərimiz. Ki, biz utanaq Peyğəmbərdən. Hər cümə axşamı əməllər İmam Zamana təqdim olunur, zamanənin imamına təqdim olunur. Hər cümənin axşamı. Utanmaq hissi bizdə yaranmaq üçün Allah vasitə qoyub əhl-i beyti bizlə öz arasında. Bəzən görürsən, günahkar adamlar var, günah eləyirlər, mömin adam görəndə utanıb çəkilirlər bir tərəfə. Bəzən biri də onu nəsihət eləyəndə deyir, bunun nəyindən utanırsan, Allahdan utan, bu səhv nəsihətdir. Bunun elə insandan utanması böyük dəyərdir. Sən ona istinad elə, həyasını Allaha yönəlt bu insanın. Müsbət nöqtədən gərək başlayasan. Gördün ki, bir adamdan utanır, demə bundan utanma. Denən bundan utanırsan yaxşıdır, amma bundan böyük Allah da sənə baxır. O utanmaq hissini ki, Allah qoyub, ona istinad elə. Bir müsbət nöqtə tap bir adamın qəlbində, ona istinad elə, haqqı ona çatdır. Amma yox, görsən utanmır, sən ona nə qədər danış ki, Allahdan utanmırsan, o utanmaq hissi bilmir nədir. Həyalı adama bir dənə şeyi başa salsın ki, Allah sənə baxır, Allah səni görür, o ona bəsdir. Uzun uzadı, nəsihətə ehtiyac yoxdur. İnsanlar var, ona görə yaxşı adam olur ki, əzabdan qorxurlar, cəhənnəmdən qorxurlar. İnsanlar var, ona görə yaxşı adam olur ki, mükafat istəyirlər. İnsan da var, bir kəlmə bəsdir ki, Allah mənə baxır. Bu insan o insanlardan daha üstün adamdır. Üstün insanlar o insanlardır ki, cəhənnəm qorxusundan yox, cənnət şövqündən yox, həya hissindən Allaha bəndəlik eləyirlər. Hərçənd cəhənnəm də zarafat məsələdir. Biz hərdən aza çatmamış çoxdan danışırıq. Amma cəhənnəm elə bir şeydir ki, İmam Əli əleyhissalam Kumeyl duasında ağlaya-ağlaya deyir, İlahi, irhəm zəfə bədəni, İlahi, bədənimin zəifliyinə rəhm elə, mən necə dözərəm cəhənnəmin oduna? Amma bundan da üstünü budur ki, insan abır həyasından utanıb Allaha ibadət eləsin. İnsan var, deyir, cənnətə də getsəm, amma bir dəqiqə məni saxlasalar, Allah soruşsa ki, ayıb olsun sənə, utanmadın bu işi gördün, o deyir, mənə cəhənnəmdən də betərdir. İmam Səccadın duası var, deyir, İlahi, məni bağışla, deyirəm, heç, günahlarımdan keç, heç səndən bir şey də istəyirəm ki, nəinki məni bağışla, xahiş edirəm, bir an belə məni mühakimə eləmə qiyamətdə, mən xəcalət çəkirəm, dözə bilmərəm, məndən soruşsun ki, niyə belə elədin? Bu sualın cavabında elə bu mənə əzabdan betər əzabdır. Lə tuəddibni bi uqubətik. Hədis var, buyurur ki, şərafətli insanlara məhəbbət göstərin, onları ədəbləndirin. Amma alçaq adamlara məhəbbət göstərməyin, çünki suyu istifadə edəcək, biraz da üzdü olacaq sənə qarşı, ayağı yer tutacaq. Amma dəyərli adam, yaxşı iş gördün, utanacaq da sənə pislik eləməyəcək. İmam Səccad da deyir, İlahi, məni ədəblə, bəla ilə ədəbləndirmə.
Bu sözün mənası nədir? Bir halda ki, bəla mənim hidayətimə səbəbdirsə, niyə deyir məni bəla ilə ədəbləndirmə? Ona görə demir ki, bəladan qorxuram. Ona görə deyir ki, mən istəyirəm şərafətdə adam olam. O adamlardan olmayam ki, ancaq çomaqla hidayət olurlar, düz yola gəlirlər. Çomaq axırıncı mərhələdir, bəla sonuncu mərhələdir. Bəlaya qədər sən məni elə insanlardan qərar ver ki, həya ilə sənə tərəf gəlim. Əzabla qorxudandan sonra ən axırıncı mərhələdir. O da İmam Səccad belə dua eləyir. İnsan anlaya Allah buyurur ki, sizə boyun damarından yaxınam. Kimdənsə qaçıb hansısa yerə girib gizlənmək olar. Amma Allah buyurur, mən sizinlənəm, sizin yanınızdayam. 2 nəfər danışırsa, 3-cüsü bilsin ki, mənəm. 3 nəfər danışırsa, 4-cüsü bilsin mənəm. Təkdir, xəlvətdədir, bilsin yanında mənəm. Bu nəzəri öz üzərində hiss eləsin. Həyanı insan gərək qorusun və həyasını qorusa, dinini də qorumuş olar insan. Mən kəsura kəlamuhu, kəsura xətəu. Kimin danışığı çox olsa, xətası da çox olar. Kimin də xətası çox olsa, həyası az olar. Utanmaq hissi onu tərk eləyər. Kimin həyası az olarsa, təqvası azalar. Kimin təqvası azalar, qəlbi ölər. Və kimin qəlbi ölərsə, cəhənnəmə daxil olar. Nə itirsöz itirin, bunu itirməyin. Çünki itirdiyiniz son şey sizin həyavızdır. Həyadan sonra da bir şey qalmayıb itirməyə. Ondan sonra da hər şey əldən gedib, insaniyyət əldən gedib. Bir millətin cavanı ilə qadını xarab olsa, millət xarab olacaq. 2 dəstə insanı. Görürsən, bir serial göstərir, orada əsas məqsəd budur ki, ailədə abır-həyanı aradan aparsın. Cəmaat da ona baxır, elə bilir ki, ona bənzətmək lazımdır. Özünü onlara oxşatmaq lazımdır. Dində bu qədər həya deməkdə məqsəd budur ki, həm fərd, həm cəmiyyət çalışsın ki, abır-həya aradan getməsin. Abır-həya aradan getsə, insaniyyət aradan gedər və Allahın bəlası nazil olar. Allah da buyurur ki, mənim bir bəndəni bağışlamağım üçün bir şey bəsdir ki, o utansın. Mən başqa şey istəmirəm. Günah da eləyib. Amma utanmaq hissi ki, onda yarandı ki, mən niyə elədim? Allah deyir, elə bu hissə görə bağışlayacağam. Mənə lazım olan elə budur. Mən elə insanları ona görə yaratmışam ki, mən yadlarında olam. Bir halda ki, bu məni yad eləyir və xəcalət çəkir, elə bağışlanması üçün kifayət eləyər. Həya insanları çox böyük zirvələrə çatdırıb. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim.